26-cı sual bizdən doğru variantı seçməyimizi istəyir. Burada göründüyü kimi test ismi yəlik halı ilə bağlıdır. Artiklından sonra gələn isim təkdə göstərilməlidir. Tək isimlərin yəlik halı isə apostrofdan sonra s-in qəbul edilməsi ilə göstərilməlidir. A month's rent doğrudur. A week's research burada yanlışdır. Niyə yanlışdır? Çünki artiklından sonra ismi cəmdə göstərə bilmərik və s burada apostrofdan sonra olmalıdır. Yəni a week's research s apostrofdan sonra olsaydı variant düz olacaqdı. 3 months baby burada 3 çoxluğu göstərir. 3 aylıq körpə və month təkdə verilmişdir. Miqdar sayılarından sonra gələn isimlər cəmdə göstərilməlidir. Yəni sayıla bilən cəm isim olmalıdır və burada s apostrofdan öncə göstərilməlidir. Cəm isimlərin yəlik hal forması öyrəndiyimiz kimi sözün sonunda apostrofun qoyulması ilə göstərilməlidir. S apostrofdan öncə qeyd olunmalıydı. Ona görə də 3-cü punkt yanlışdır. Demək, 4-cü punktda isə many years work. Many'dən sonra isimlər cəmdə tələb olunur. Yenə də qeyd etdiyimiz kimi cəm isimlərin yəlik hal forması sonda apostrofun göstərilməsi ilə qeyd olunmalıdır. 4-cü punkt doğrudur. Demək, bizim düzgün variantımız a month's rent, many years work. C variantı. 27-ci suala baxaq. 27-ci sualın üzərində əvvəlcədən qeydlər aparmışam. Burada bizdən yəlik halda olan doğru cümləni seçməyimizi istəyir. Demək, birinci punktda this actress, this özündən sonra ismi cəmdə tələb edir. Burada actress təkdə verilmişdir. Ona görə bu variant yanlışdır. These actresses şəklində verilsəydi, yəni sonda sadəcə olaraq apostrof qeyd olunsaydı, bu variant doğru hesab olunacaqdı. İkincidə those babies, yenə də those işarə vəzliyi özündən sonra ismi cəmdə tələb edir. Cəm isimlərin yəlik halı sonda apostrofun qeyd olunması ilə göstərilir. Sadəcə olaraq apostrofun qeyd olunması ilə göstərilir. Yəni those babies şəklində olsaydı düz olardı. Baby təkdə verildiyinə görə yanlışdır. Biz bilirik ki, this, that işarə vəzikləri özündən sonra ismi təkdə tələb edir. These, those işarə vəzikləri özündən sonra ismi cəmdə tələb edir. Bu işarə vəziklərindən sonra ismi cəmdə qeyd etmək səhvdir. Bu işarə vəziklərindən sonra ismi təkdə qeyd etmək səhvdir. Demək, 3-cü punktda baxaq. Agatha Christie's novels are famous all over the world. Agatha Christie'nin romanları